Kardeş, biz Adem'le Havva'dan gelmiş olabilmeliyiz. Ona göre yok ki bu əxlaqi bir problemdir. Ona göre ki biyoloji olarak mümkün değil. Niye? Biz insanlarda ve bütün insanlıkta milyonlarla allel var. Allel dedikdə yani bir genin milyonlarla farklı varyantı, versiyası var. Adem'le Havva'dan geldiysek bu 4 allel eləyir. Bu da bu kadar genetik farklılığı hiçbir şekilde açıklamır. İnsanlığın bu kadar geniş gen çeşitliliğine sahip olması iki şəxslə mümkün değil. Bu kadar geniş çeşitliliğin olması için minimum 10.000 fərd lazımdır. Yani en az 5.000 cütlük lazımdır. İzah edebildiğin yok. Herkese salam. Bugünkü podcastimizde sosyal şəbəkələri bir-birinə qatan, hər kəsin bir-birinə göndərdiyi o məşhur videonu masa üstünə qoyuruq. O video. İnternetin en sevdiğim tərəfi də budur. Biri çıxır kameranın qarşısında elə böyük özgüvənlə, elə əminliklə danışır ki, adam az qalır öz varlığından şübhə etsin. Dəqiq. Deməli, videodakı dostumuz çox kəskin bir iddia irəli sürür. Deyir ki, bəşəriyyətin cəmi 2 nəfərdən, yəni Adəm və Havvadan törəməsi genetik olaraq qeyri-mümkündür. Argumenti də budur. 2 insanda cəmi 4 allel var və bu 4 alleldən milyonlarla genetik variasiya necə yarana bilər? Açığı, kənardan qulaq asanda adama məntiqli gəlir. Səncə, harda səhv edir? Harda səhv etmir ki? Videodakı şəxs biologiya dərsliklərindən allel sözünü öyrənib, tələffüz etməyi də bacarır, amma deyəsən kitabın növbəti səhifəsini oxumağı unudub. O səhifədə mutasiya yazılmışdı. Yəni deyirsən ki, adam genetikanın ən təməl mexanizmini unudub? Tamamilə. O düşünür ki, gen kodlarımız nəsildən nəsilə keçəndə daşa yonulmuş yazı kimi dəyişməz qalır. Amma elmi fakt budur ki, hüceyrə bölünəndə, genlər kopyalananda xətalar, yəni mutasiyalar baş verir. Hər yeni nəsil yeni genetik variasiyalar, yeni allellər deməkdir. Təsəvvür et, insanlıq həqiqətən də çox kəskin bir darboğazdan keçib və sayımız 2 nəfərə düşüb. Əgər aradan 100 minlərlə il zaman keçibsə, populyasiya artdıqca bu mutasiyalar hesabına o müxtəliflik yenidən çiçək açacaq. Dostumuzun gəldiyi nəticə sadəcə zamanı və mutasiya sürətini hesaba qatmamasının nəticəsidir. Əla nöqtədir. Yəni 4 alleldən milyonlar yaranmaz demək, əslində təkamülün və biologiyanın işləmə mexanizmini inkar etməkdir. Bəs videodakı o məşhur genetik iz məsələsi deyir ki, cəmi 2 əcdadımız olsaydı, onların genlərini hamımız daşımalıydıq. Bax, bu müasir elmdə tez-tez qarşılaşdığımız bilməməzlikdən yaranan genetik əcdadla genealoji əcdad qarışıqlığıdır. Yeri gəlmişkən hesablama biologu Dr. Joshua Suamidas'ın genealoji Adəm və Havva adlı çox məşhur bir elmi tədqiqatı var. O bu fərqi çox gözəl izah edir. İzləyicilərimiz üçün bu fərqi aça bilərsən? Təbii, genetik əcdad sənə birbaşa gen ötürən adamdır. Amma məsələ burasındadır ki, hər nəsildə genlər yarıya bölünür. Bir neçə nəsil sonra sənin ulu babanın ulu babasının genetik materialı, yəni DNT-si sənə ümumiyyətlə gəlib çatmamış ola bilər. Yəni, qan bağım olan ulu babamın məndə heç bir gen olmaya bilər? Bəli, qətiyyən olmaya bilər. Amma o sənin nəsil şəcərəndə var axı. Sənin ulu babandır, yəni sənin genealoji əcdadındır. Riyaziyyat və populyasiya modelləri göstərir ki, minlərlə il əvvəl cəmi 2 nəfər yaşayıbsa və nəsli davam edibsə, bu cür yaşayan bütün insanların ortaq genealoji əcdadı olmaları nəinki mümkündür, hətta qaçınılmazdır. Genetika Adəm və Havvanın varlığını inkar etmir, sadəcə bizim bütün genlərimizin yalnız onlardan gəldiyini sorğuluyur. İndi mənə tam aydın oldu. Bəs o iddialı 10.000 nəfər fərziyyəsinə nə deyək? Videoda qəti şəkildə deyilir ki, müasir müxtəliflik üçün tarixin bütün dönəmlərində ən az 10.000 fərd yaşamalıydı. Ay, o 10.000 nəfər. Bu adamlar riyazi modellərlə real tarixi səhv salırlar. Təkamül bioloqlarının tapdığı o 10.000 rəqəmi keçmişdə hansısa bir çərşənbə axşamı dünyada yaşayan mütləq insan sayı deyil. Bu, effektiv populyasiya ölçüsü adlanan minilliklər ərzində hesablanmış riyazi bir ortalamadır. Yəni, bu sadəcə bir statistik modeldir. Tam olaraq belədir. Bu modellər sadələşdirilmiş fərziyyələrə əsaslanır. Məsələn, miqrasiyanı və ya fərqli çoxalma sürətlərini hesaba qatmır. Populyasiya genetikləri cümlədən məşhur alim Dr. Richard Brooks da etiraf edir ki, əlimizdəki indiki genetik proqramlar populyasiyanın ani olaraq 2 nəfərə qədər düşdüyü çox qısa bir darboğazı ümumiyyətlə təsbit edə bilməz. Belə bir imkan yoxdur. Ona görə də bəşəriyyət heç vaxt 2 nəfərə enməyib, çünki kompüterim 10.000 göstərir demək elmi fakt yox, elmi şişirtmədir. Bilirsən, məni ən çox düşündürən nədir? Niyə bu ateist argumentləri səsləndirənlər dini mətnləri, xüsusən də İbrahimi dinlərin kitablarını müasir biologiya, anatomiya dərsliyi kimi oxumağa çalışırlar?
Çox haqlısan. Problemin kökü elə burdadır. Müqəddəs mətnlər sənə hüceyrənin bölünməsini öyrətmək üçün yox, insanın iradəsini, şüurunu və yaradanla əlaqəsini göstərmək üçün göndərilib. Adəm və Həvva qissəsi dərin teoloji, əxlaqi və fəlsəfi bir mesajdır. Yəni elmlə din əslində toqquşmur, sadəcə fərqli suallara cavab verirlər. Bəli, bugün bir çox dindar alim düşünür ki, bioloji mənada onlardan əvvəl də insana bənzər varlıqlar ola bilərdi. Amma Adəm və Həvva Allah tərəfindən xüsusi seçilmiş, onlara şüur və ruh verilmiş ilk həqiqi insanlar olublar. Daha sonra da onların nəsli mövcud digər hominid, yəni insana bənzər populyasiyalarla qarışmış ola bilər. Bu yanaşma həm elmin tapıntılarını təsdiq edir, həm də dini inancı tamamilə qoruyur. Ancaq videodakı kimi adamlar mövzunu ancaq ən dar və hərfi mənada yozmağa çalışırlar ki, bu da sonda belə gülünc iddialara gətirib çıxarır. Düşünürəm ki, bu izahdan sonra izləyicilərimiz o videoya tam fərqli gözlə baxacaqlar. Hətta mən deyərdim, o videonun altına bu podcast'in linkini də ata bilərlər. Çox yaxşı fikir olar. Elm hər zaman səthiliyə qalib gəlir. Bugünlük bu qədər əziz dinləyicilər. Ümid edirik beyninizdəki bir çox suallara aydınlıq gətirə bildik. Növbəti epizodlarda görüşənədək.